Mənim adım Elbrusdur. 2 evladım var. Biri Məhəmməd, biri Yusif. Özüm də Ağstava rayonunun Bökəsi kəndində yaşayıram. Balalarım kistozifibroz xəstəliyindən əziyyət çəkir. Biz özümüz də əziyyət çəkirik bir valideyn olaraq. Dərmanlar vaxtında verilmir, dərmanlar azdır, hamısı verilmir, vitamindir və başqa dərmanlar özümüz almalı oluruq. Verilsə belə kənd yerindən mən hər ay Bakıya gedib bu dərmanları götürə bilmirəm. Dərmanlar rayon mərkəzinə çatdırılsa, biz dərmanları buradan asanlıqla götürərdik. Rayonda bu xəstəliyi tanıyan həkimlər olsa, maarifləndirmə olsa, məşğul olan həkimlər olsa, biz tez-tez Bakıya getməzdik. Bu bizim üçün də çox çətindir, hətta uşaqlarımız üçün də çox çətindir. Bu uşaqlar xəstələnməsə belə hər 3 aydan bir həkim kontrolunda olmalıdır. Mən bunu qətiyyən edə bilmirəm. Və bu mənim uşaqlarımın sağlamlığına ciddi zərbə vurur. Mən xahiş eləyirəm, rayonda bu işlə məşğul olan mütəxəssis həkimlər olsun ki, biz mərkəzi Bakıya hər dəfə getmək məcburiyyətində qalmayaq. Mən kistoz-fibrozlu Gülnazımın valideyni İlahə. Gülnaz balam qaraciyər sirrozu, kistoz-fibroz xəstəsi. Qarnına tez-tez maye gəlir, banesada yatır. Yəni hər anın müalicədə, müayinədədir, dərmanlardadır. Uşağımın sümük əriməsi diaqnozu da var. Hal-hazırda ayağı kipistədir, yəni evladımın. Gezmir. Yəni ki 4 yaş 4 aylıq uşaq, yəni gezmir. Pastel rejimindədir, pasiyanlı. Yəni çox çətindir bir ana olaraq, çox çətindir mənə də, körpəmə də. Yəni daim xəstə, daim qarnına maye gəlir. Müalicə olunur. Yəni çox çətindir bizə, həqiqətən. O birisi evladım Məhəmməd balam. Danışmır, anlamır, qaraciyər xəstəliyi bunda da. Qaraciyər düyünlü, qaraciyər böyümüş, qaraciyər. Yəni buna diaqnoz qoyulmayıb. Nə test edə bilmişik, nə diaqnoz qoya bilmişik. Çünki problemli uşaqdır, aparıb gətirə bilmirik. Evdən bayıra çıxmır o uşaq. Yəni diaqnoz qoymağa da, genetik analizə də imkanım çatmır. Yəni evladım Gülnazım çox çətin həyat yaşayır. Yəni ki, çox çətindir bu kistoz-fibroz xəstəsi olmaq. Həqiqətən də həm bir ana üçün, həm bala üçün. Biz özümüz Maçdağda qalanıq belə bir xəstəlikdən, yəni ki, xəbərdarsız idik. 14 yaşında Xədicənin anasıyam. Xədicəm kistoz-fibrozludur. Biz gec diaqnoz alıb, gec müalicəyə başlamışıq deyə mənim balamda xeyli geri dönüşü olmayan zədələnmələr var. Bu zədələnmələrin olmaması üçün düzgün erkən diaqnostika və müalicə çox vacibdir. Amma mənim qızım 14 yaşa çatıb. Bu zədələnmələrin öhdəsindən gəlmək artıq mümkün deyil. Sadəcə onu həyata qaytaran, onun orqanlarını zədələnmələrdən qoruyan, ən son Avropada çıxan və geniş istifadə olunan rəğbət görən modulyator müalicə var. Biz bunu yalnız internetdən izləyirik və görürük ki, onu qəbul edən kistoz-fibrozluların vəziyyəti nə qədər yaxşılaşıb. Onlar sağlam insanlardan fərqlənməyərək həyatlarını davam etdirirlər. Xahiş edirəm ki, mənim qızımın, eləcə də bütün kistoz-fibrozluların əli modulyator müalicəyə çatsın. Salam, mənim hər iki övladım kistoz-fibroz xəstəliyindən əziyyət çəkir. Biz Uzqar rayon bölgəsində yaşayırıq. Oğlumu çox ağır vəziyyətdə Bakıya gətirdim və xəstəxanaya da yatış etdi. Qızım da həmçinin aciyəndə bakteriyası olduğu üçün uzun müddət xəstəxanada müalicə alacaqdır. Rayon bölgələrində kistoz-fibrozlu uşaqlar üçün müayinə və müalicə yoxdur və uşaqlarımızın dərmanlarının əlçatan olmasını və rayonlarda təminatının olmasını istəyirik. Mən Şəfa, oğlum Harun, 6 yaşı var. Harunun diaqnozu gec qoyulduğuna görə 4 yaşında qoyulub, artıq qaraciyər sirroz idi. Biz bilməmişik. Sizdən biz çox xahiş edirik ki, bizim evladlarımızın erkən diaqnoz qoyulmağına bizə köməklik göstərəsiniz. Bizim evladlarımız məhv olurlar, gecikilmiş diaqnoz ucbatından. Mənim bir oğlum, bir qızım var. Oğlum 6 ildə əziyyət çəkir bu xəstəliklə, mübarizə aparır. Hal-hazırda da pnevmoniya keçirdi. Modulyator müalicələrə bizim əlimiz çatmır. Onların bizə təşkil etməniz üçün sizdən yardım istəyirik, kömək istəyirik. Çox xahiş edirik, bizə köməklik göstərin. Diaqnozlar erkən qoyulsun, balalarımız tələf olmasın, ailələrimiz dağılmasın. Modulyator müalicələr üçün bizə dəstək olun. Bizim evladlarımız da o müalicələrlə yaxşı olsunlar, həyatı tutunup yaşaya bilsinlər.
Oğlum Əbdülhəmid nadir xəstəliyi olan kistik fibrozisdən əziyyət çəkir. Onun 2 yaş olmağına baxmayaraq çəkisi cəmi 9 kilodur. Bu irsi xəstəlik tənəffüs və həzm sistemi başda olmaqla orqanizmdə bir çox orqanlara ciddi şəkildə zərər verir. Kistik fibrozis sağalmayan xəstəlik olsa da hazırda bir çox ölkələrdə yaşam keyfiyyətini artıran modulator dərmanlar var ki, təəssüf ki, ölkəmizə bu dərmanlar əlçatan deyil. Buna görə də bəzi körpələrimiz xəstəliklə deyil, həyatları ilə vidalaşmalı olur. Bizim cənab prezidentimizdən xahişimiz odur ki, bu dərmanlarla bizi təmin etsin. Daha heç bir kistik fibrozlu xəstələr həyata əlvida deməsin. Biz inanırıq ki, səsimizə səs olub, ümidimizə işıq olacaqsınız. Çünki hər nəfəs kistik fibroz üçün bir möcüzədir. Bizim də artıq müalicə saatları deyil, oyun saatlarımızın çox olmağını istəyirik.